Düşərgə hər gün yeni pozitiv enerji ilə başlayır. Uşaqlar birlikdə səhər limanına qoşulur, sonra intellektual oyunlar, yaradıcılıq məşğələləri və fərqli proqramlarda iştirak edirlər. Burada iştirakçıların həm əylənməsi, həm də sosial bacarıqlarının inkişafı üçün bütün nüanslar nəzərə alınıb. Biz burada maraqlı vaxtlar keçiririk, səmərəli vaxtlar keçiririk. Bu dəqiqə Faceartdayam, qoluma rəsm çəkdirirəm, çox gözəl rəsmlərdir. Psixoloqlardan görüşlərdə əyləncəli keçirdi, biz danışıqlar eləyirdik. Çox əyləncəli vaxtlar oldu, könüllülərdən əyləncəli keçirilir. Düşərgədə uşaqların keçirdiyi hər an isə fotoqraflar tərəfindən lentə alınır. Əsas mənim iş prinsipim bu uşaqların burada xoş, səmərəli əyləncələrini, gözəl şəkillərini çəkmək, kadra almaqdır. Eyni ilə də onlarla bərabər mən özüm də çalışıram ki, xoş gün keçirdim, onların əyləncələrinə mən də qatılıram. Düşərgədə ilk dəfə iştirak edən uşaqlar da burada təşkil olunan proqramları maraqla qarşılayırlar. İkinci gələn kimi burada yemək yedik, sonra əyləncə, teldən idmaniyyədir elədik, sonra da burada bowling oynadıq. Yeni biliklər, dünya görüşümüz artır, təzə dostlar əldə edirik, təzə tanışlar və hər dəfə də daha yaxşı keçir və yaxşı vaxt keçirdirik. Düşərgənin hər günü asan könüllülərin yaxından dəstəyi ilə təşkil olunur. Onlar uşaqların təhlükəsizliyinə nəzarət edir, bütün proqramların təşkilində iştirakçıların yanında olurlar. Könüllərin proqramı var, məsələn, təlim saatı falan olanda şəhid uşaqlarına deyirlər ki, bu saatda bu planlarımız olacaq. Onlarla bərabər gecikmədən təlimlərə qoşulurlar. 39 şəhid övladımızı 19 asan könüllərimiz nəzarət edir. Layihə çərçivəsində ümumilikdə 7 həftə ərzində 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulub. Nuranə Tələt qızı Zaur Dadaşov, Şamilə Şamil qızı, ASTV xəbər.